Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun sabiq yeganə qadın cərrahı Asiman Məmmədova 13 il çalışdığı işindən qanunsuz çıxarıldığını iddia edir. Sferas xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Xəzər xəbərə müraciət edib. Asiman Məmmədova bildirib ki, onu xəstədən pul tələb etmək iddiası ilə qanunsuz olaraq işdən azad ediblər. Öz hüquqlarını bərpa etməyə çalışan cərrah xanım bununla bağlı məhkəməyə də müraciət etdiyini bildirib. Onun sözlərinə görə məhkəmə onun xeyrinə yeni, yəni işinə bərpası ilə bağlı qərar qəbul etsə də hələ də işinə qaytarılmayıb. İddialarla bağlı Səhiyyə Nazirliyi Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan bildirilib ki, məhkəmə Asiman Məmmədovanın xeyrinə qərar versə də apellyasiyaya şikayəti verilib. Hazırda iş məhkəmə icraatındadır. İnstitutdan o da deyilib ki, Asiman Məmmədova ilə bağlı xəstələrdən daha öncə pul alınmaları ilə əlaqədar hüquq pozmalara görə şikayətlər olub. Şikayətlərdən biri ilə bağlı həkimə 719 saylı əmrlə yazılı xəbərdarlıq verilib. Sonuncu dəfə Tin News səhifəsinin sahibi öz səhifəsində Asiman Məmmədovanın əməliyyat qarşılığında ondan pul tələb etdiyini qeyd edərək bununla bağlı Səhiyyə Nazirliyinə şikayət edib. Nəticədə Asiman Məmmədova hüquq mühafizə orqanlarında şikayətin araşdırılmasından özünü qorumaq məqsədi ilə heç bir təzyiq olunmadan 22 yanvar 2025-ci il tarixdə öz istəyi ilə ərizə yazaraq tutduğu vəzifəsindən azad olunmasını istəyib, deyə institutdan bildirilib.